Bana mənə zəng edirlər, deyirlər ki, otaqlarımız çox olsun, geniş olsun. Biz geniş ailəyik. Həqiqətən bu ev odur. 6 dənə otaq, 2 mərtəbə, mərtəbələr arası monolit. Bir dənə məhləsini çək qardaş. Qapısı necə asfalt. Maşdağa da 290 nömrəli məktəbə yaxın. Əziz izləyicilərimiz, bir dənə gözəl ev eşiyi çıxarmışıq. Təmiz 3 sotun içindədir. Paket kupça, həm evin, həm torpağın kupçası ilə. Evdə yüngül tamamlanma işləri qalıb. Evimizin içində hal-hazırda. Bax, orası sanitar qovşağıdır, həyətində yerləşən. Putna idarə olunan darvazamız, həyətində söhbətgahı. Sağ və sol tərəfdə yaşıllıq zolağı salınıb. Görürsünüz? Ağaclar, palmalar, azad palmalar burada da var, qardaş. Sən bilirsən də, bizim izləyicilərimiz də bilir ki, azad palma xəstəsidir. Evimizin sol və sağ tərəfindən arxasına keçidir. Var, arxasında da yəni otaqların pəncərəsi divara söykənməyib. Yəni rahat evimizin hər tərəfindən fırlanmaq olur. Proyektlə tikilib qardaşım. Göstərərsən. Paket kupsa qalxaq qardaşım. Evimizin birinci mərtəbəsi isti döşəmədir. Görürsünüz dəhlizimiz. Geniş dəhlizimiz var. Mərmər qranitlə üzərində. Bax mətbəximiz qardaş. Görürsən necə geniş mətbəximiz var. Gəl Azad qardaşım, gəl. Çox uzun olmasın video. Bura bizim qonaq otağımızdır, qardaş. Qonaq otağımızın genişliyinə baxın. İsti döşəmədir ya. Birinci mərtəbə ümumi isti döşəmədir. 7 metrdir uzunluğu. Qonaq otağının uzunluğu 7 metrdir. Gəl yataq otağını da çək. Yataq otağımızı çək. Görürsünüz, bax divara söykənməyib pəncərələrimiz. Tam işıqlı və havalıdır otaqlarımız. Göstər, qardaş. Yəni rahat evimizin arxasında da keçid var. Hamam otağı birinci və ikinci mərtəbədə var. Yəni birinci mərtəbədə hamam otağımız var, ikinci mərtəbədə də var. Evimizdə 2 dənə hamam otağı var. Qiymətimiz də çox münasib qiymət. Asma tavanlandır, bəli qardaş. Pilləkənin altında da ki, kladovka kimidir. Hamısı, gəl qardaşım, gəl. Qalxaq yuxarı. Mərtəbələr arasıdır, monolit betondur. Birinci mərtəbə ilə ikinci mərtəbənin arası. Pilləkənimiz özü moşdur pilləkəndir. Yəni sirkələrimiz o da deyim. Burada ikinci mərtəbənin dəhlizi də izləyicilərimiz. Görürsünüz də, yəni printuslar falan, bu şeylər qalıb. Evimizin 3-4 günlük işi var. Yəni tamamlanıb təhvil veriləcək. Çornukatına çıxışı, ümumi hamam otağı, yenə də asma tavanla. Deyəsən, ikinci mərtəbədə istip oldu, çünki kollektor sistemi var burada. Birinci və ikinci mərtəbə ümumi isti döşəmədir. İsti döşəmədir, hə. Bura bizim bir yataq otağımız, qardaş. 4 dənə də yataq otağı ikinci mərtəbədədir. Bu bizim ikinci yataq otağımız. Ən balaca uşaq yataq otağıdır da bu. Digər yataq otağı da çək. Bu böyüdür. Özə eyvanlı çıxışı var. Gəl buranı da çək, qardaş. Burada böyük yataq otağımızdır. Çıxaq eyvanlı. Özdəki evimizin həyəti, ay nə bilim, başqa evdən görsənsin falan filan. Elə bir şey yox. Burada bizim həyətini göstərir. Bir dənə yaşıllığa var. Bura, inan ki, rayona oxşuyur. Elə bir maşdağdan əsər əlamət yoxdur burada. 3 sotun içində paket kupça. Maşdağın hündür ərazisidir. Çox gözəl havası olan yerdir. Qiymət də ki, yəni baha qiymətlə paylaşılıb bu ev. Məndə yəni də ekskluzivdir. 163 min. Real alıcı endirim də olunacaq, əziz izləyicilər. 2 mərtəbə, 6 otaq, 3 sotun içində paket kupça, qapısı necəndə asfalt. Özdə məhəllənin işıqlandırması da var. Nə istəyirsiniz? Gəlin real alıcı endirim də olunacaq. Qəşəng endirim olunacaq. My House izləyicilər bilir. Bizdən ev alanlar bilir bizim endirim necə olur. Səhifədə göstərilən nömrə ilə əlaqə saxlayın, götürək göstərək. Sağ olun, bu günə bu qədər.